Salam, hər vaxtınız xeyir olsun. Keçən dərs biz Flexbox nədir ondan danışdıq. Bundan əlavə Flex Direction, Justify Content kimi xüsusiyyətlərdə də toxunmuş olduq. Bu dərsimizdə Y-ox üzrə yerləşmədən danışacağıq. Daha sonra gap, Flex Wrap kimi xüsusiyyətlərə də toxunacağıq. Və biz keçən dərs bu qutuları, bu daha doğrusu X oxu istiqamətində yerləşdirməyi, hansı formalarda yerləşdirə bilərik, onu danışmışdıq. İndi isə biz bu qutuları Y oxu istiqamətində yerləşdirəcəyik. Yadınızdadırsa, Justify Content yazıb bunu dəyişdikdə, məsələn, space between etdikdə bu formada bunları yerləşdirə bilirdik qutular ayrı-ayrılıqda. İndi məsələn deyək ki, bu qutular bu formada yerləşib, lakin biz istəyirik ki, bu qutular Y oxu üzrə mərkəzlənsinlər. Yəni birinci qutu bura gəlsin, 2 bura gəlsin, 3 bura gəlsin. Yəni bu ümumilikdə düz mərkəzə doğru ensin aşağı. Bunun üçün istifadə edəcəyimiz xüsusiyyətimiz align items'dır. Burada center dəyəri var. Center dəyərini verib brauzeri yeniləsək, gördüyünüz kimi istədiyimiz görüntünü almış olarıq. Bunun başqa dəyərləri də var. Məsəl üçün end dəyəri var. End dəyəri gördüyünüz kimi sona alır bizim qutuları. Start dəyəri isə stretch dəyəri də var. Stretch dəyəri bunun default dəyəridir. Bunun yerinə start yazsaq, üzr istəyirəm, start yazsaq, yenə də eyni görüntünü alacağıq. Dediyim kimi, bu cür dəyərlər verə bilirik align items'a və align items'ın əsas funksiyası bizim elementimizi Y oxu istiqamətində yerləşdirməkdir. Daha sonra biz danışdıq ki, gap'dən danışacağıq. Gap nədir? Gap bizim ilk növbədə bu elementi Justify Content xüsusiyyətini yığışdıraq. Qoyun bizim boxlar yanakı olsunlar. Məsələn, align items'a center verək və bunu mərkəzləyək. Biz istəyirik ki, bu tam mərkəzə gəlsin. Justify Content Center desək, istədiyimiz görüntünü almış ola bilərik. İndi gəlin bu qutulara biz gap xüsusiyyətində verək. Gap nədir? Mərcinin demək olar eyni xüsusiyyətini daşıyır, ancaq gapdə biz ehtiyac yoxdur ki, qeyd eləyək ki, bizim gapimiz soldan olacaq, yoxsa sağdan olacaq. Biz gap xüsusiyyəti veririksə, o həm soldan, həm sağdan elementlər arasında məsafəni saxlayır. Onu vurğulayım ki, gap ancaq X oxu üzrə məsafəni tənzimləyir. Yəni, elementlərimizi yuxarıdan və aşağıdan heç bir halda oynatmır. Yalnız X oxu üzrə, yəni öz yanındakı elementdən yalnız aralayır gap xüsusiyyəti. Məsələn, gap verək 50 piksel. Gördüyünüz kimi elementimiz 50 piksel qədər elementlərimiz aralandı. Məsələn, 150 eləyib daha çox elementlər arasındakı məsafəni tənzimləmək gap-lə mümkündür. Gap, onu da vurğulayım ki, grid texnologiyasında da elementlər arasındakı məsafəni tənzimləmək üçün gap-dən istifadə olunur. Bizim belə bir problemimiz ola bilər. Məsələn, biz Media Query-dən danışmışdıq ki, Media Query responsive dizaynda istifadə olunurdu. Bizə imkan verirdi ki, biz brauzerin ölçülərini dəyişdikdə bizim elementlərimiz ona uyğun tənzimlənsin. Flex texnologiyasında, yəni Flexbox istifadə eləyiriksə, bizim qutularımız üçün daha uyğun bir texnologiya var ki, biz daha ehtiyac duymuruq ki, biz Media Query istifadə eləyək və onun daxilində hər bir qutunun ölçüsünü dəyişək və yaxud yerləşmə yerini dəyişək. Buna Flexbox-da ehtiyac olmur. Bizim Flex Wrap xüsusiyyətimiz var. Flex Wrap xüsusiyyətimiz bizə imkan verir ki,
Biz bu ölçülərlə oynadıqda bizim elementlərimiz, məsələn, kiçildikdə yanakıdırsa alt-alta düzülsün. Məsələn, bunun üçün nə edirik? Gəlirik bura, konteynerimizə deyirik ki, flex wrap xüsusiyyəti wrap olacaq. Yəni, baxın, yaxınlaşdırdıqda artıq yer qalmadıqda üçüncü elementi salır aşağı. Biraz daha yaxınlaşdırdıqda artıq ikinci elementi də aşağı salaraq yuxarıdan aşağı bizim elementlərimizi nömrələyir. Flex wrap, no wrap desək, bu default dəyəridir. Gördüyünüz kimi əvvəlki vəziyyətinə qayıdır. Məsələn, wrap reverse da var. Bu nədir? 3-ü yuxarıda, 1-i isə aşağıda olaraq nömrələyəcək. Gördüyünüz kimi elementləri tərsinə formada yuxarıdan aşağı yerləşdirdi. Məsələn, bunun deyək ki, sayını artıraq. Bura gələk 4 yazaq, bura gələk 5 yazaq. Baxın, gördüyünüz kimi məsafə daraldıqca elementlər yuxarıdan aşağı bu formada düzülürlər. Deməli, bizim align itemimiz, qəpimiz, flex wrapimiz də bu qədər. Əsas istifadə edəcəyimiz dəyərləri və xüsusiyyətləri burada göstərmiş olduq. Gələn dərsdə görüşənədək.